Mən o ssenarinin içində özümü itirdim. 1 saata 3700 rəqəmi sırayla yadda saxladım. Ümumiyyətlə mənim yaddaşım zəifdir. Belə deyən insanlar bu nədən irəli gəlir? Bu həqiqətən genetik faktordur, yoxsa zamanla, məşqlə beynimizi üzərində işlədikcə daha bizim beynimiz gücləşirmi, yoxsa bu genetikadır? Tanrı hər xalqa müəyyən qədər istedad verir. Bu çox axmaq ifadədir. Yanaşmamız oldu və bu yanaşma elmə əsaslanır ki, istənilən istedadı yaratmaq olur və dünya səviyyəsinə qalxmaq olar. Orxan bəy, biz uşaqlıq xatirələrimizin çoxunu niyə xatırlamırıq? Uşaqlıq xatirələri nəyə görə yadımızdan çıxır? Çünki beynin məqsədi yaddan çıxartmaqdır. Beyin yadda saxlamaq üçün yox, yaddan çıxartmaq üçün yaranır. Yaddaşımızı güclü saxlamaq üçün daim yaddaşımız aktiv olsun deyə əlavə təqviyələr, məsələn, omega 3 belə bir qida qəbul etməyimiz nə dərəcədə düzgündür? Bəli, istifadə edə bilərsiniz, amma mənim həyatımda demək olar ki, rolu 1%-dən aşağıdır. Daim yəni siz istifadə etmirsiniz öz həyatınızda. İndi mən kitabı oxudum. Balıq yağı mənə orada necə yadda saxlatdıracağam. Hər vaxtınız xeyirli uğurlu olsun. Avastero podkastının növbəti çəkilişini edirik. Bugün bizim qonağımız dünya çempionu Orxan İbadovdur. Təşəkkür edirəm sizə. Xoş gəlmisiniz Orxan bəy. Çox sağ olun, dəvətə görə minnətdaram. Sağ olun. Necəsiniz? Həla, super. İndi Bakıdayam, lap istədim Nə yerdə. gözəl. Doğma vətəndə olmaq necə hissdir? 3 aydan sonra, 4 aydan sonra Bakıya gələndə sanki hiss edirsən ki, burada daha çox qalmaq istəyirsən. Ən azı 3 həftə, amma ondan sonra təbii ki, ürəyin Avropanı istəyir. Orxan bəy, niyə burada yox? İşiniz, həyatınızı sırf Barselonada davam edirsiniz. Artıq neçə ildir? 2015-ci ilin fevralından, amma seçməmişəm. Peşman deyiləm Barselonada yaşamama, təbii ki, çox xoşbəxtəm o şəhərə görə. Mən burada işləyirdim, məni işdən çıxartdılar. Sonradan təbii ki, əvvəlcə onlayn müştərilərim olub. Mən Search Engine Optimization-la məşğul olmuşam. Yəni saytları Google-da yuxarı qaldırmaq. Özüm öyrənmişdim, amma sonradan ciddi nailiyyətlərim oldu. Və təbii ki, xaricdən çoxsaylı müştərilərim var idi. Elə mən işdən çıxanda ona dedilər ki, bəs gəl eyni işi burada görək. Paralel olaraq ki, onu Bakıda görürdüm. Bir çox yüksək səviyyədə ev təşkil etdilər, bileti aldılar, viza nəzəri təşkil etdilər. Gəl sadəcə yoxla. Mən eyni işi buradan görə bilərdim. Sadəcə dedim, bir 10 günlük gedim, görüm necədir Barselona. Çox xoşuma gəldi. Həm insanları Bakıya yaxındır, yeməkləri əladır Avropanın digər şəhərlərinə nisbətdə. Sonra havası və təbii ki, sənə Avropa Birliyinin digər ölkələrinə çıxış imkanı verir. Yəni bir challenge idi. Çox çətin gəldi mənə tək yaşamaq. Elə o çətinlik üzərinə getdim. Neçə ildir? Ondan sonra da sanki davam edir, artıq oradasınız. Bəs ilk öncə bu sahəyə gəlmənizdə marağınız necə formalaşıbdır? Yəni bu hekayəniz necə başlayıbdır sizin? Uşaqlıqdan yaddaşınız güclü olub? Xeyr, uşaqlıqdan yaddaşım güclü olmayıb. 5 yaşında məktəbə getmişəm. Bu bir çox insanları çaşdırır ki, mən elə o vaxtdan onsuz da nəsə var idi. O təsadüf idi. Bacım məktəbə getdi, mən də getdim ki, göyə darıxmayım. Sonradan adaptasiya oldum. Amma yaddaşım güclü olmayıb uşaqlıqdan. Yəni mənim qiymətlərim sadə olub. Hətta az yaşımda məktəbə getdiyimə görə müəllimlər səhvən məni sanki istedadlı sayırdılar deyə mən də ondan bir növ sui-istifadə edirdim də. Dərsi bilməyəndə deyirlər yəqin nəsə indi fikrindən çıxdı belə də. Yaşı azdır deyə. Yaşı azdır, yəqin həyəcanlandı. Halbuki mənim deyəcəm yadımdadır ki, bir çox dərsləri bilmirdim deyək ki. Universitetə 15 yaşında girdim, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə. Universiteti bitirəndə magistratura illərində sanki boşluğa düşdüm. Bildim ki, gedib dövlət qurumlarında işləmək istəmirəm. O elə bir yoldur ki, yəni indi hər an öz karyera niyyəti var. Mənə maraqsız gəldi və ora daxil olandan sonra çıxmaq ehtimalı demək olar ki, yoxdur. Çünki sən bir istiqamətdə gedirsən və oradan çıxandan sonra sən artıq demək olar ki, digər sektorlara qoşula bilməlisən. O vaxtdan artıq onu dərk eləmişdim. Bir də həyatın mənası ilə bağlı boşluqlar var idi. O boşluğu doldurmaq üçün təbii ki, başladım rəqabətə, paxıllığa. Paxıllığımın ilk obyekti oldu Leonardo da Vinci, Einstein deyək də, Einstein, Giordano Bruno. Mən düşünürdüm ki, yəni sirləri bunlardan öyrənmək olar. Birinci başladım onları araşdırmağa ki, bunların sirri nədir? Araşdıra paxıllığım tutdu onlara. Dedim, yox da, mən onların texnikasını bilmək istəyirəm. Təəssüf ki, kimdən nə soruşurdun alimlərdən, ya araşdırdım, deyildi ki, texnika deyil də, bu dahi də olub. Dünya tarixinin böyük dahiləridir. Ya belə doğulursan, ya da doğulmursan. Bununla barışmadım. Başladım doğrudan araşdırmağa, qeydlər eləməyə. Sonra dedim, bir sahə seçim, mən bunu sübut edəcəm ki, bu belə deyil də. Özümə sübut eləmək üçün ki, bir həyatda yaşamağın daha yüksək mənası olsun da, sıravi həyatdan daha yüksək. Giordano Bruno'ya baxdım ki, dünya tarixinin ən güclü yaddaş eksperti sayılır da. Yəni, Giordano Bruno xəyalında uçurmuş, saraylarda və s. Hətta onun son bir arzusu olub ki, dünyanın bütün biliklərini bir yerə birləşdirib yadda saxlasın. Wow, yəni super ambisiyadır.
və dünya tarixinin ən böyük dahələrindən biridir. Yaddaş elmlərindəki bayilərindən, ən azı qərb ölkələrində. Ondan sonra elə təsadüfən axtarış edəndə YouTube-da gördüm ki, bir yaddaş ekspertinin şousu çıxdı. Dominic O'Brien 8 qat dünya çempionu. Mən indi ondan nəticələrim daha yüksək. Maşallah. Dominic O'Brien şou göstərdi, gözünü yumdu, 50 sözü sırayla yadda saxladı. Bu möcüzə kimi gəldi mənə. Amma sonda dedi ki, bunu hər kəs edə bilər. Sanki bir növ mənim araşdırmamın sonunu Sualınızın cavabı. o təsdiqləmiş oldu. İndi mən bunu deyəndə belə mən hiss etdim ki, həyəcanlandım, hətta indi deyəndə belə. Yadımdadır, özümə cüzi pul yığmışdım. İndiki pulla bəlkə də 120 manat o belə tələbə kimi. Girdim, gördüm Türkiyədə kurslar var. 4 qutu kurs 110 manat idi təxminən. Amma belə onlayn ödəmə və s. yox idi. Mən bir qohuma xahiş etdim, oradan getdi İstanbula. Oradan Bakıya gələn bir tələbəni tapdı. Gecə 10 manatım qalmışdı. Getdim taksi ilə aeroporta, son 10 manatı götürdüm, o kurslara gətirdim. İndiyə kimi belə sədaqət kimi o kursları evdə saxlamışam. Ən azı elə girişim oldu. Təxminən 2007-2008-ci illərdə. Amma gördüm sürət o deyil. Mən girirdim internetə baxırdım. Gördüm Manqolistanlı bir atlet və ya Amerikalı, İtalyan 1 saatda 3000 rəqəmi sırayla yadda saxlayır. Mən də uzağı 1 saatı olsun 100 rəqəm. Arada 30 qat fərq var, ciddi möcüzəvi fərq var. Bu yenə mənə gətirirdi ki, insan dahi də olur, elə çıxırdı. Yenə qəbul etmək istəmədim, hər dəfə üzərində işləmə. Nəhayət 2017-də 31 yaşımda mən artıq qərara gəldim ki, vaxt keçir, ömür keçir, ya eləyəcəksən, ya da eləməyəcəksən. Bunu həyata keçirmək lazımdır. Zehnin ilk baxışdan iti olmayan vaxtları sayılır 31 yaş, çünki 25 daha. Bəli, düzdür. Elə o vaxtdan bir növ mənim qızıl dövrlərim başladı. Başladım artıq məşq eləməyə. Əslində ən gözəl yaş pik 30 yaşdır. Əslində o yaşdan sonra başlamağa indiki neçənci hansı yaşınızda çempion oldunuz? 38. Yəni qəribədir. Yəni dünya tarixində elə yoxdur mən bilən. Rəqabətli şəraitdə. Yaşa görə 38 yaşa görə. Çünki həvəsən düşürsən, orada gənclər gəlir, Yaponlar da 22 yaşında Yapondur, Hindistanlıdır. Rəqəmlər də onlara rəqabət aparmaq sanki vaxt itkisinə bənzəyir də. Əslində düzdür, həvəsən düşən yaşdır, 38 yaş, amma siz bunu göstərdiniz. Bəs Orxan bəy, yarış zamanı beyində nə baş verir ümumiyyətlə? Olubmu dünya çempionatında sizin ən çətin hansısa bir yadda saxlamaq üçün belə bir tapşırıq olub? Olub əlbəttə ki. Yarış zamanı bizim beynimizdə kinolar çəkirik biz. Dünyanın ən sürətli kinolarını biz çəkirik də, yaddaş atletləri. İstəsə mən sizə bir kinonun ssenarisini deyə bilərəm. Olar. Biz yarış vaxtı vizualizasiya edirik. Çünki sən bir məlumata baxıb onu yadda saxlamağın çətindir. Deyək ki, orada sözlər olsun, deyək ki, alma, armud, nə bilim, çətil, gül. Bunlar sadəcə söz yığınıdır. İnsan beyninə ziddir. İnsan beyninə uyğun olan isə şəkillərdir, hisslərdir və bu sözləri sonradan öyrənmişik də. Yəni bizim təbiətimizdə olmayıb. Amma xəyala dalmaq həmişə olur, şəkil də həmişə olur. Bu məlumatlar da belə, mən məcburam onları kodlaşdırım, bir-birinə əlaqələndirim və xəyalımda harasa qoyum. Xəyalımda da elə yer yoxdur qoymaq. Mən məcburam tanıdığım yerlərə qoyum. Məsələn, bu studiyaya, bura. Xəyalımda mən uçmağa məcburam, uçaqda kinolar çəkməyə də məcburam. Bu kinonun sürəti bir rejissorun və ya ssenaristin sürətindən ən azı 100 dəfə çox olmalıdır ki, sən yarışda yer tuta biləsən. Məsələn, bir ssenari deyim, özümdən indi qoşuram, müəyyən bir rəqəm üzrə. Deyək ki, bir toster, bildiyiniz toster, indi gününüz gələ bilər sizə. Deyək ki, Türkmənistanın keçmiş prezidenti Səfərbunat Niyazovu belə sıxıram, toster. Görürsünüz, elə sənə var ki, bunu heç kimdə yoxdur. O tosterdən sonra gaming deyə kimi xatırlayıram, onun qızılı rəngidir, o tullanır göyə. Və oradan o məcbur göydə bir mantı yeməlidir ki, mantıdan sonra isə düşməlidir George Bush'un yanına. George Bush ona bir nizə ilə vurub, tullamalıdır təndirin içinə. Təsəvvür edirsiniz, bu heç vaxt həyatda olmayacaq və olma ehtimalı, yəni ki, ehtimal nəzəriyyəsindən heç olmayacaq bir ssenaridir. Biz yarışda belə ssenarini qururuq ki, mən dedim bu ssenarini yəni ki, 1 saniyə altında qururam. Mən sizə yavaş-yavaş deyirəm, bu 1 saniyə altında beyni o qədər əhəlləşdirmişik ki, ən azı top zirvəyə qalxmaq üçün sən belə sürətli 1 saniyə qurmalısan. Bu dediyim ssenarini yəni ki 1.5 saniyəyə qururam yarışda və yadda qalır. Çünki beyin bunu qeyri-adi hal kimi qəbul edə bilir. Və ona inana bilir. Bəs beyin yorulmur, Orxan bəy? Siz də elə ssenarilərdən beyin yorulur, yoxsa deyək ki, gündəlik sıravi həyatdan beyin yorulur. Özünüz belə düşünə bilərsiniz. Öncə gündəlik düşüncələrimizdə. Məsələn, mən son zamanda özümü müşahidə edirəm ki, beynim çox aktiv işləyir və aktiv işlədiyinə görə gecələr də yuxu rejimim pozulubdur və dayanmadan ssenari yazır.
Amma istəyirəm xoşbəxt. ki, yox, o baxır, elə bir ssenari deyil. O daha neqativ ssenari yazır beynim bu son dövrlərdə və beynin yorulduğunu hiss edirəm. Yorulmalı olsun. Yəni bir şey işlənir ki, yorulur da. Bu normaldır. Amma bu ssenarilər əvvəla bu yarış üçün də mən gündəlik bunu 30 dəqiqə məşq edirəm, 60 dəqiqə. Amma yarışda səhərdən axşama kimi 3 Yəni gün hər gün yarış olmasa da siz məşq 60 edirsiniz. dəqiqə, 30 dəqiqə və mən xəyalımda dostlarımı öldürdüyüm də olub. Yəni yadda qalsın deyə. Ona görə yaxşı olar ki, kodlaşdıranda yaxın qohum qardaşları Bəli, kod kimi götürməyəsən. Məsələn, 222-yə mənə bir söz lazım idi. N. Bu nənən ola bilər də. Amma nənəmin də indi ruhuna mən necə ümumiyyətlə yaddaş yarışmacılarla söhbətlərdə həmişə belə elementlər var. Biz yarışdan çıxırıq, deyirik rəqəm yadımda qaldı, deyir yox. Deyirəm səhvi harda elədin? Deyir Hitlerə belə vurdum, yıxılanda yadımdan çıxdı deyir. Qradım bu təbii ki, çox gülünc görsənə bilər. Bu əslində beynin düzgün istifadə. Necə? Qəlizdir. Qəriz deyil. Mənim üçün. Sadəcə siz o yolu keçməmisiniz deyə. Məsələn, mənə sizin işiniz qəriz görsənir ki, siz orada necə belə səliqəli oturub sualları rahat verə bilirsiniz, nə bilim, şərait yarada bilirsiniz. Amma onu bilmirəm deyə də siz mənə dərs keçsəydiniz. Sözsüz. Hər kəs mən də sizin işinizi bilmirəm deyə mənə gəlir. Amma beyin sizdən qeyri-adi bir ssenari istəyir ki, yadınızda qalsın. Eləməsən yadında qalmır. Bu o demək deyil, mən gündəlik bunu hər dəfə belə eləməliyəm. Sadəcə dünyanın zirvəsinə qalxmaq üçün sən dünyanın zirvəsinə layiq çətinlikdə işlər görməlisən. Sən gündəlik vərdişlərindən dünyanın zirvəsinə qalxa bilməzsən. Belə deyək də, səni kasıb edən vərdişlərdən milyonçu ola bilməzsən. Bu da həmin bir qaydadır. Yəni beyində bizdə yarışlarda kinolar çəkirik, sürətli kinolardır. Zaman keçir, beyin artıq o kinoların qeyri-adiliyinə inanmır. O qədər qeyri-adi kinolar qurmuşuq. Sadəcə avtopilotdadır. Beyinə buraxıram mən. Artıq instinktim İşlək vəziyyətində olsun. Beyin. Bəli, instinktimə buraxıram. Mən rəqəmləri gördüm. Siz mənə rəqəm desiniz, mən beynim deyəcək sizə ssenarini. Məsələn, rəqəmdən gelmir burada söz. Burada söz də ola bilər və s. Deyək ki, mən alma ya da pomidor görsəm, almanı, pomidoru yesəm, beynim artıq ona maraqsız kimi baxacaq, gedib yatacaq. Mən duram görürüm ki, alma 2 metr hündürlüyündədir. Pomidoru qucaqladı və onu sevdi deyək ki, xoşuna gəldi, ona rəqs elədi. Yəni artıq beynimizin sağ tərəfi o qədər sürətli inkişaf edir ki, vizualizasiya imkanları da getdikcə genişlənir. Və yarışdan sonra da təbii ki, normal hədəflərlə yaşamaq artıq adama maraqsız gəlir. Çox maraqlı. Yarışda bu baş verir. Bəs Orxan bəy, dünya çempionatı zamanı ümumiyyətlə hansı texnikadan istifadə edirlər onlar? O bayaq bir tapşırıq dediniz. Dediniz ki, dünya çempionatı hansısa bir çətin tapşırıq olub. İstəyirsə o suala cavab verim qısa olaraq. Ümumiyyətlə dünya çempionatları var, bir də var lokal çempionatlar. Almaniya çempionatında mən geridə idim, çünki səhvən ya da nə bilim elə düşünmüşlər ki, elə düzdür. Mən yarış yerindən 1 saat uzaqlıqda ev tutmuşdum. Qatarla gəlməkdim, o məni yorurdu. İtaliyanın ən güclü beyni var idi, Emanuele Regnani. 22 yaşında bir oğlan idi. İtalyan şoularına o çıxırdı hər gün. İtaliyanın gələcəyi sayılırdı o. O məni ondan qabaq bir dəfə udmuşdu onlayn yarışlarda. Nə yalan deyim, elə şeylərdən xoşum gəlmir. Kimsə məni utsun və rahat gülsün də. Mən onu tapmalıyam aradadır. Yəni bu da bir gözəllikdir də, yarışın gözəlliyidir. Mən getdim Hasford şəhərinə, orada 10 kateqoriyadan əvvəlində mən udurdum, sonra yoruldum. Çünki onu ev yaxın tutmuşdu mən uzaq. O gəldi fərqi açdı. Təbii ki, orada qara güc var da. İnsanın daxilində bir qara güc var ki, o sənə xoşu gəlmir ki, hansısa səndən yaşlı balaca tutsun və sevinsin. Orada son kateqoriya poker kartlarını yadda saxlamaqdır. 52 kartı sırayla yadda saxlamalısan. Mən artıq orada sürəti artırdım. Birincidə 50 saniyə, ikincidə 32 saniyə yadda saxladım. 32 saniyə düz yadda saxlasaydım 52 kartı sırayla çempion olacaqdım. İndi kimi yadımdadır, qohumlarım 4 şəkil qohumlarımın şəklini qoymuşdum. Dayım oğlu falan gəl. Görürəm ki 4 şəkil var. Bilmədim sıra necədir amma. Kimsə öldürmüşəm, kimsə maşınla vurmuşam. Və orada biz kartlar arasından sonra gördüm ki, hamısı düzdür. Çox cüzi fərqlə. Dünya yarışları tarixində ən cüzi fərqlərdən biri idi. Çox yadda qalan bir yarış idi. Dünya çempionatında isə ən çətin təbii ki, 1 saatlıq rəqəmlər kateqoriyası oldu mənim üçün. Texnika olaraq. Texnika olaraq yox, yarışın strukturu olaraq. Təsəvvür edin ki, 1 saat yerində oturmalısan, 2 saatda yerinə qoyma. 1 saat yadda saxlayırsan, 2 saatda yerinə qoymalısan rəqəmləri. 3 saat eyni stolda oturmalısan. Su içsən yarışdan qabaq, o sənə bioloji problem yaradacaq da. Çünki su içmirsən. İçməsən oksigen qıtlığı yaranır. Çölə çıxmaq qadağandır.
Yerində qalmaq nə belə qal. Orada sənin zehni güclü olmalıdır, darıxdırıcılığı sevmək qabiliyyətinin nə dərəcədə yüksək olmalıdır, ambisiyanın yerində qal. Beyin bloklanır, brain fog deyirik, beyin dumanlamaz. Mən o ssenarinin içində özümü itirdim. 1 saata 3700 rəqəmi sırayla yadda saxladım. 3700. Onun 15-i, 16-sı səhv oldu. Müxtəlif səhvlər ola bilər. Səhv yadda qalıb, ya texniki səhv. Amma baxdım ki, qutarandan sonra hamı gəldi mənə təbrik elədi ki, sən dünya rekordu qırmısan. O çox maraqlı gəldi mənə. Çünki mən narazı idim, amma sən demə dünya rekordu qırmışsan. Yəni sizdən də, siz 15 səhv olsa belə, amma sizdən də 3400-ü düz sayıldı. 3412. Sən demə rekord 3256 imiş və qırılmayan bir rekord sayılmış. Ciddi fərqlə rekord asıldı elə bil. Super. O mənim üçün ən maraqlı və çətin, çünki uzun müddətli bir yerdə qalmaz. çox maraqlıdır həqiqətən. Həm də bax Orxan bəy, biz uşaq vaxtı olanda bizə deyirlər ki, mən özümdə xatırlayıram ki, anam hər zaman deyirdi ki, bədii kitablar çox oxu ki, yaddaşın güclü olsun. Ümumiyyətlə mənim yaddaşım zəifdir. Belə deyən insanlar bu nədən irəli gəlir? Bu həqiqətən genetik faktordur, yoxsa zamanla, məşqlə beynimizi üzərində işlədikcə bu daha bizim beynimiz gücləşirmi, yoxsa bu genetikadır? O sual həmişə var, istedad yoxsa iş? Hard work da ingilislər demişkən, talent or hard work. Birisi necədir? Bizim cəmiyyətin ən böyük evcəliklərindən, evcəlik sözünü istifadə edirəm qəsdən ki, odur ki, biz istedadlara üstünlük veririk. İstedad axtarışındayıq. Hətta mən bəzən o gün bir filosof çıxış elədi, sonra bir psixoloq ki, dedi ki, bəs Tanrı hər xalqa müəyyən qədər istedad verir. Bu çox axmaq ifadədir. Yanaşmam oldu və bu yanaşma elmə əsaslanır ki, istənilən istedadı yaratmaq olur və dünya səviyyəsinə qalxmaq olar. Yaddaş deyəndə biz nəyə nəzərdə tuturuq? Çox vaxt biz onu nəzərdə tuturuq ki, hansısa məlumat yadımda qalsın da, dərbaba qayrası. Amma gəlin yaddaşı mən sizə deyim ki, yaddaş nədir? İndi siz ondan baxın ki, istedad yoxsa. Yadda saxlamaq deyə. Yadda saxlamaq nədir? İstənilən məlumatı oxuduğun, gördüyün, sən istəyəndə yadda saxlaya bilərsən və sən istəyəndə onu oradan çıxarda bilərsən. Yaddaş biz buna deyirik. Bu istədiyimiz bu deyil. Bunun bir texnikası var. Bu texnikanı sizi 100 dəfə yaddaşı gücləndirə bilərəm. Sizə nə lazımdır ki, istedadınız var, yoxsa yoxdur? İstedad sizlə mənim aramda yaratsın 2 qat fərq. Texnika isə 100 qat fərq yaradacaq. Ona görə siz gedin qohumlarınızda, ətrafınızda ən yaddaşı güclü doğulmuş bir istedadı gətirin, bir də ən yaddaşı zəifi gətirin. Yaddaşı zəifi verirsiniz mənə 7 günə, onu təzə yanırsınız da. Çünki mənim texnika ilə, onun yaddaşı ondan zəifdir təbii olaraq. Amma o təbii fərq o qədər azdır ki, o demək ki, əhəmiyyəti itir artıq orada. Bax, mən özüm xatırlayıram ki, rəqəmləri, mənim üçün maraqlıdır, rəqəmləri daha yadımda saxlayanlar. Mənim yanımda bir dəfə bir tanımadığım bir adamın nömrəsini deyilsin, o dəqiqə yadımda qalır. Məsələn, bir həftə bundan öncə hansı bir kodu desinlər, parol desinlər, yadımda qalır. Amma insanların üzü, siması tez unuduram. Məsələn, bir başqa adam bir tədbirdə olun, bir xanımla tanış olun. Üstündən bir həftədən sonra həmin xanım yaxınlaşıb mənə salam verəndə tanımıram. Üzü yadınızdadır, adı yox. Üz olaraq. Hə, üz tam. Adı xatırlayıram. Bəlkə də deyəndə ki, falan tədbirdə idim, adı yadımdadır, amma üz, simanı unuduram. Amma rəqəmlər yadımda qalandı. Parol, telefon parolu, nömrələr, maşın nömrəsi, Orxan bəy, keçən maşın nömrələri. Amma insanların siması yadımda qalmır. O qədər olub belə ortamlarda, yəni onun belə deyim də pərt olmuşam. Yəni xanım yaxınlaşır, biz bir həftə bundan öncə görüşmüşük. O sima, yadda qalmamaq nədən yəni irəli gəlir? O da yaddaşdandır, yoxsa necədir? Onu mən istəyirəm, belə başa düşürəm ki, onu mən istəyirəm, unuduram onun üzün, simasını unuduram, yadımda saxlam, bunu mən istəyirəm. Sualı düz adama verirsiniz, nəyə görə? Çünki mənim də o kateqoriya ən zəif kateqoriyam idi. Təsəvvür edirsiniz ki, kimləsə rəqabətdəsən, 4-4-dür, hə, indi gəldi üzlər var, adlar 100% azaldı məndə. O mənim sayısalma toxunurdu. Yaxşı mənada rəqabət yaradırdı məndə. Nəyə görə? Bunun səbəblərindən biri odur ki, əvvəla biz cəmiyyət olaraq elə də sosial deyilik də, görüşək, içimən daxil. Amma xarici, nə bilim, gedir tələbə proqramı çərçivəsində 1000 şəhəri gəzir Avropada. Mən tanıdığım Samir, Elişən, Rövşən, nə bilim, bir qohum adı deyəcəkdim, yaxşı ki demədim, xanım adı. Deyək, nəsə elə bir, deyək, Elnarə və s. Burada da bir elm var. Ola bilsin ki, siz təbii olaraq, bayaq dediyiniz kimi, rəqəmləri daha güclüsünüz. Amma siz yəqin ki, uzaqbaşı 2 telefon, belə deyim, deyək ki, bir 30 rəqəmi sırayla yəqin ki, yadda saxlayırsınız da. Amma mənim deyək ki, rəqəm yaddaşım sizdən zəifdir, mən 10 yadda saxlayıram. Mən texnikanı onu elədim 2000, siz 30-da qalacaqsınız yenə. Sizin təbii istedadınızın heç bir əhəmiyyəti yoxdur ilk baxışdan. Və
əksinin də əhəmiyyəti yoxdur. Zəif olduğunuzda da əhəmiyyəti elə də az deyil. Çox deyil. Məsələn, mən üzlər və adlarda dünyanın ən zəiflərindən biri sayılmışam həmişə. Bir növ mənim zəif Axil dabanım olub. Elə yarışlarda da, ondan yarışlarda da elə kim istəyirdi qarantiyalı xal onu seçirdi. Orxan orada ki, çərrəsində. 2023-cü ildə yay ayları idi. Çempionata 5-6 ay qalmışdı. Mən dedim ən azı xalları balanslamaq üçün onun üzərində işləyim. Mən nə etdim? Dünyadakı adları başladım analiz etməyə. Bütün ölkələrin. Tanınmış simaların adları yoxsa genel olaraq? Top 1000 adı seçdim. Top 1000 surname'də soyadı seçdim. Çünki yarışdan hamısından düşür. Bütün ölkələri bölünür. Ayrıca bir dənə ad düşür. Rövşən. Baxsan görürsən. Hə. Mən baxdım ki, okey, Polşa adlarının axırına cıq, xızı, belə sayitsiz baxırsan ki, Monqolistan adları var, Samitdir başdan ayağa. Belə analiz elədim. Axırda görürsən ki, hansı ölkənin adlarının sonunda Tska sözü var. Tska. Məsələn. Okey, mərkəzi Odilmankov. CSK ruslarında. Okey. Mən orada bir dənə logo seçdim. Nə vaxt o adı görəndə, da ki olacaqsa Naditska, mən o Tska yadda saxlamaq üçün logo bir dənə lazımdır xəyalımda. Nal olacaq, o da atın nalı. Nalla Tska-nı birləşdirdim. Adı artıq Naltska deyil də. Nalla bir loqonun deyək ki, bir at sadəcə loqo ilə gəzmək kimi belində yadda qalır. Yadımdadır 2023-cü ildə dünya çempionatında 10 kateqoriyadan birində yanımda Alman oturmuşdu. Simon dünyanın ən güclüsüdür, üzlər və adlarda. Nəticə çıxanda məndə oldu 148 xal, onda oldu 116. Dünya çempionu olmuşam mən. Üzlər və adlarda 2023-cü ildə. Çox qəribə, yəni deməli Siz zəif bildiyiniz nöqtədə, amma hissələrə bölməlisən bir şeyi, analiz etməlisən. Lazım olanda yuxarıya qalxmalısan, lazım olanda dərinə girməlisən. Hissələrə bölürsən ki, problemin hissələrini bilsən, onu ayrı-ayrı elementlərini gücləndirə bilərsən. Buna deyilir Fundamental Law of Physics. Elon Musk'ın ən böyük sirlərindən biridir ki, bir şeyi hissələrə bölmək. Ondan sonra düzəldi. Deməli, bu da bir cəfəngiyyət imiş də. Ona görə mən sizlə deyək ki, işləsəm bir neçə gün, biz orada tapacağıq da, belə-belə biləcəyik problem hardadır. Sırf o problemin üzərində işləyəcəyik. Ondan sonra məsələ həll olundu. Yaxşı, üzləri və adları yadda saxlamanın texnikası necədir? Bir insanın üzünə əvvəla salam verəndə o adını deyəndə sən də təkrarlamalısın. Orxan, salam, Orxan. İnsan əvvəlini və sonunu yadda saxlayır. Bütün futbollar da elədir də. Əvvəli maraqlı olur, bir də sonu. Deyirsən ki, salam. Salam Orxan. Deyirsən salam Orxan. Sağlıqlı deyirsən Orxan sağ ol. Əvvəli və bir şeyin sonu yadda qalır. İkincisi də insanlar təkrarlayırsan, üzr istəyirəm dediniz onu. Bəli, təkrarlar. Salam Orxan, salam Orxan. İçində də təkrarlanma. Qızım olur, Barcelona futbol oynayırıq. Gəlir ki, ola, deyirəm, ola. Nice to meet you. Okay, Orxan. Deyirəm Orxan. Mariano, Fərhad. Azərbaycanlarına deyək ki, Braziliyada futbol oynayırıq da, indi Argentina. Deyirəm, do you remember my name? Deyir, yox. Deyirəm, mən niyə salam verirəm? Nə görə birinci diqqətiniz olmayıb əvvəla siz həm adamlara qarşı. Çünki həm məclisdə siz çalışmısınız, özünüzü elə çəkib düzən verəsiniz ki, yaxşı görsənəsiz. Ümumiyyətlə sima, göz kontaktı bəlkə də qurmaqda problem. Diqqət baxmaq lazımdır. İkincisi də ki, mən bir insana baxanda adını yadda saxlamalısın. Onun üzündəki bir fərqli yeri tapmalıyam. Mənim üzümdəki fərqli yer mənim burnum ola bilər. Biri görürsə çəpərdir. Siz Orxan adını yadda saxlamaq istəyirsinizsə, mənim üzümə baxan kimi dərhal oradakı fərqli yeri tapmalısınız. Ondan sonra Orxan adını oranı əlaqələndirməlisiniz. Orxan bəy, bəs biz uşaqlıq xatirələrimizin çoxunu niyə xatırlamırıq? Yəni zamanla uşaqlığımıza enəndə oradakı yaşadığımız xatirələri xatırlamırıq. Baxır uşağa. Baxır hadisəyə, bir də baxır nəyə. Gündəlik məktəbə getdin, gəldin. Orada məktəbdə 1-2 zarafat elədin, dərsdə oturdun, getdin, gəldin, xatırlayırsan da, sadəcə eyni həyatı sən 10 il yaşamısan deyə xatırlamırsan da, bir ssenarini xatırlayırsan. Bob Proctor'un bir yaxşı söz var, mən ondan da dərs almışam. Mən pullarımın olsa o var, hamısı təlimçilərə gedib, dünya səviyyəli təlimçilər. Onun bir söz var, deyir, adam var 80 il yaşayır, adam var eyni ili 80 dəfə yaşayır. 80 il yaşayıb, eyni ili, həqiqətən. Yəni, 80 yaşlı olmaq o demək deyil, 80 il yaşamısan. Sadəcə eyni elə, yəni, köhnə patifon kimi 80 dəfə prosta eyni ili təkrar yaşamısan. Maraqlı xatirələr olanda bizim yadımızda qalır. Yəni, o uşağı da məktəbə gedib gəlib, yadda qalmamalıdır. Amma təsəvvür ki, bir Əfqanistanlı uşağım mən. SSR-nin hücumudur. Mən girdim, bunu öldürdüm, getdim ora, dağa dırmaşdım. Oradan da qulağımı yaralandı, qalxdım, getdim. İndi mənə soruşsan ki, bir də ora gedək, məktəbin qurağına, mənə yadıma düşəcək o ssenarilər hamısı. O xatirə dəftəri var idi, biz onu lağa qoyurduq. İndi hamı journalingə başlayıb ki, journaling vacibdir.
O xatirə dəftərinə də bir qeyd qoysaydım ki, ta ki bu gün 3 güllə 2 adam. Təsəvvür ki, mən həmin uşağam Əfqanistanda. 3 gündən sonra yazdım ki, Amerikan əsgərini gördüm, hə, tankda. Mən onları geri qayıdıb oxuyanda o xatirələri bir 10 dəfə təkrarlasam, mən uşaqlıq xatirələrim yadımdan çıxmazaq. Yenidən təkrarlayırsınız. Uşaqlıq xatirələri nəyə yadımızdan çıxır? Çünki beynin məqsədi yaddan çıxartmaqdır. Beyin yadda saxlamaq üçün yox, yaddan çıxartmaq üçün yaranıb. Ona görə əslində bu yaxşı funksiyadır. Onda biz bir xanımı ya bir qarşı xanım bir kişini istəsəydi və onun 18 yaşında sevgisi yadından çıxmasaydı, bu yazıq 50 yaşına kimi çəriyərdi də. Bunun yadından çıxma funksiyası beynin gözəldir. Bizim qorumağımız üçün, həyatda funksional yaşamağımız üçün yaxşıdır. Və sən o funksiyayı istənilən vaxt müdaxilə edib beynin məcbur edib yadda saxladıra bilərsən. Biz onu bilməmişik deyə bizim yadımıza nə qalıb? Müəllim bizim yanımızda bir dənə uşağı şillə vurdu. O yadımızda qaldı. Hə indi onlar təbii olubdu. Amma istəsəydin o süni hadisələri sən artıra bilərdin, emosiyalar toxunardı, hamısı yadda qalardı. Amma düz vurğuladınız ki, uşaqdan uşağa fərqlidir. Mən xatırlayıram. Negativdə, pozitivdə hər birini xatırlayıram. Yəni daim illərlə psixoloqla da bu barədə işləmişəm. Daim mən uşaqlığımı xatırlayıram. Yəni unutmuram. Hə düzdür, sual maraqlı idi mənim üçün, amma bunu ondan məsələn bəzən var, mənim ətrafımda var elə bir insanlar ki, uşaqlığımdan heç nə xatırlamıram. Daha psixoloqun yanına gedirlər, onlar uşaqlığına enəndə biz heç nə xatırlamırıq. Past regression terapi deyirlər onu. Belə deyək, ona deyin xatırlamırsan, yaxşı. O məktəbə getdiyin o birinci gün nəsə yadındadır. Bir dənə siz ona geyindiyim paltar belə yadımdadır ki, qırmızı kostyum geymişdim mən şalvarla. Yəni ya siz ona desəz ki, 98-ci il dünya çempionatının səhəri Fransa Braziliya İsraildən səhər gəlib kimisə məzələnliyin yadındadır. Bax mən bunu sizə dedim, təsadüfən dedim. Mənim indi yadıma düşdü. Nəyə görə? Çünki mənim sinif yoldaşım Braziliya azarkeş idi. Mən ona bir acıq verməyə bəhanə axtarırdım. Elvin. Yaxın dostumdur. Mən indi o parta yadımdadır. Bax indi yadıma düşdü. Normalda yadımda deyil. Mən də bir şey yadıma düşdü. O gəldi ki, bəs Fransa udmaydı. Fransanın prezidenti Braziliyaya bir dənə aeroport təyyarə hədiyyə edib görüşvət olub da. Və gözlə indi mənim bu normalda yadımda deyil. Bəs son illər ümumiyyətlə texnologiyanın inkişafı, süni intellektin artdığı zamanda hər şey süni intellektlə, ChatGPT-dən istifadə edirik. Beyni necə aktiv saxlaya bilərik ki, bizim beynimiz aktiv olsun. Məsələn, mən özüm də zamanla son illər ChatGPT-dən istifadə edirəm. Amma sonra hiss edirəm ki, passivləşirəm beyin olaraq. Biz necə bunu aktiv saxlaya bilərik beynimizi? Daim aktivdə olsun. Bunun romantik yolları ola bilər, bir də ki, realistik yollar. Romantik yolları mən özümdən hesab edirəm, mən bunu kəşf eləmişəm, amma bilmirəm də. Mən xoşum gəlir kimsə mənə sual versin, ona şeirlə cavab verim. Ta ki, neçə yüz şeir bilirəm. Elə məclislərdə də biz onu sınırıq hər dəfə, ya kiminsə deyək ki, toy olur, həmən orada nəsə bir deyirəm, ta ki, gəlir Bəhmən vətən oğlu ki, Ərəbəzərdən, belə. Bu bir sənin beynini aktiv saxlayır, yaradıcı həzz alırsan və s. Bu kitab oxumaqdır, crossword doldurmaqdır. Bunları bilirik biz hamısı ki, beynə xeyirdir. Amma realistik olaraq biz bu həyatın içində bir asıllıqlar dünyasında, bunu necə yaşamaq olar? Sənin beyninə bir fundamental yanaşma olmalıdır. Sənin fikrində beyin nədir? Yəni bir insanın fikrində beyin nədir? Beyin. Əgər sən buranı beyin görürsənsə, süni zəka sənin rəqibindir. Ondan dirəşə bilməzsən. Çətin. Deyək ki, bu süni zəkadır, o getdikcə gücləşir. Sən də indi qalmısan da bilmirsən, gücləşirsən, zəifləyirsən. Bir də yanaşma ola bilər ki, sən beynin təkcə bu olmasın da, beyin həm də fiziki obyektlər sənin bir parçası olsun. Bir misal deyirəm sizə. Oturursan evdə əsəbisən, ağlıma ideya gəlmir. Çıxırsan, gəzirsən, maraqlı ideyalar gəlir. Gəzməsəydin gəlməyəcəkdi. Gəzdin, gəldi. O gəzdiyin yerlər sənin beyninin parçasıdır, yoxsa yox? Deyəcəksən, yox. Onda evdə oturdu. Evdə oturanda niyə gəlmədi o ideya? Deməli, beynini uzatmısan sən. Və ya, məsələn, Da Vinci gəlib günəşlidə qalsaydı, o Da Vinci olmayacaqdı da. Çünki orada bəzi göyərçinlər yoxdur, su axmır belə, orada tıxaz, trafik. Əhmədli uşaq olacaq. Mən Əhmədli uşağım. Ona görə dedim. Elə ona görə dedim. Amma deyək ki, digər misal, deyək ki, siz bir jurnal götürürsünüz. Mən şəxsən özüm indiyə kimi 20 jurnal doldurmuşam, 20 kitabım var da, özümün qeydləri. Bəzən o gün baxırıq, maraqlı qeydlər var. Yazıram. Bəzən olur ki, mən yaradan zənn etdiyim bir qüvvəyə sual verib cavablar almağa çalışmışam ki, səncə bu niyə belədir? Həyatın mənası budursa, onda bu yoxdursa, deməli, mənim həyatın mənası idi. Onda öləndən sonra bu orada olacaq. Olmayacaqsa, onda elə çıxır ki, həyatın mənası mütləq deyil də. Mən onda elə çıxır ki, Bakı dövlətdə oxumuşam deyə mənim həyatın mənası nəyəsə bağlanır. Mən orada oxusaydım, belə suallar verib, bir dənə cavab gəldi. Demirəm, indi hardan gəldi cavablar, özümlə, ya çertiyojlar və s. İndi bu jurnal mənim beynimin parçasıdır, yoxsa yox? Deyəcək, yox, sənin beynin budur. Bu jurnal olmasa, o qələmsiz o ideya gəlmədi axı. Ona görə, və ya götürək to-do siyahıları.
to-do, qeydlər siyahısı. Məsələn, məndə dərin elmlərlə bağlı kitabların siyahısı var. Ki, o kitabları siz oxusanız, yəqin ki, çox dərinlərə gedərsiniz. Öz üçün qeyd etmisiniz. Adlarını və s. O sizə o kitabları heç kimsə məsləhət görməyəcək. O kitabı mən də oxumamışım, siz də oxumamışsınız. İndi biz eyni yerdəyik? Yox. Məndə o kitablara adlarına çıxış var, sizdə heç o da yoxdur. İndi biz eyni görsə, beyin buradaydısa biz eyni səviyyədəyik. Amma beyin axı təkcə mənim telefonumdakı to-do notlarda da beynin parçasıdırsa, mən keçdim sizdən qabağa. Və ya ChatGPT-yə də siz beyin uzantısı kimi baxsaq, çox fantastik beyin uzada bilirsiniz siz artıq. Mənim ChatGPT-dən çox gözəl müzakirələrim var. Fundamenti mən ona verirəm. Deyim, ChatGPT, mənim həyatım mənası budur, amma deyim, qulaq asa, mənə yola vermə. Mənim həyatım mənası səhv ola bilər. Ehtimal ki, səhvdir. Heç kim inanmıram, kimsə həyatın mənasını tam tuta bilər. Sadəcə indi qalxa-qalxa gedirəm də, görüm hara kimi gedir. Səncə burada belə filan. Sonra deyirəm ki, indi bunun əsasında səncə mən filan kəslə görüşəndə necə danışa bilərəm? ChatGPT mənim beynimi uzadır. Mən bunu düşünmək üçün 3 ay lazım idi. O mənə bir günə, 90 gün mən uzun ömrümü uzatdım. ChatGPT mən süni zəka mənim ömrümü uzatmaq alətidir. Mənim atamın birlə yaşadığını mən bir həftəyə yaşayıram. Deməli, əslində mən atam 80 il yaşayıbsa, onun 80 il ömrünü mən 5 il beynimi uzadıram və zamanımı uzadıram. Mən süni zəka belə baxanda artıq həyat gözəl olur. Sənin fundamentin artıq əhəmiyyət kəsb edir. Daha asan da olur belə deyək. Bəli. Daha. Belə olanda necə yaşamağın daha yaxşıdır. Yaxşı olar ki, sən beynini boş saxlayasan, ancaq yaradıcılıq üçün saxlayasan, şeirlər üçün, innovasiya üçün, jurnalda qeyd etmək üçün. Texnologiyanın gətirdiyi yükü onun özünə qaytarsan yaxşıdır. To-do siyahıları, beynini uzatmaq, layihələri papkalara bölmək və s. Bunu göstərmək üçün bir ekran bəlkə lazım olardı. Amma mən yanaşmam beyni uzatmasıdır. Bu da hardan gəlir? Qısa deyim, qədim Yunanıstanda bir quldar olur. Mən yanaşmam oradan gəlir. Quldar gəlir məclisə, həmişə şeir demək elita sayılıb da, yəni zadəganlıq əlaməti sayılır. Amma gör hamı şeir deyir, deyirlər Seneca sən bir şeir dinən, deyir, nə bilim, yadımdan çıxdı da belə. Sonra deyir, qulaq as, mənim qullarım var da, qul da mənim parçamdır da. Məclisə qullarını gətirir, deyirlər Seneca şeir dinən, deyir filan qul, bir dənə şeir dinən. Bu deyir, hamı Seneca'nı alqışlayır da, qul onsuz da alət gedir. Bu sonra baxır ki, doğrudan mən şeiri mən demədim, amma mənim beynimin parçasıdır da bu. İndi o qulun yerinə ChatGPT düşünün. Bəs beynimiz hansı məlumatları unudacağına özü qərar verir, unutmayacağına da. Yəni bu hadisənin problemi unudacağam, amma digər olan hadisənin problemi unutmayacağam. Özü qərar verir. Belə bir, yəni nüans varmı? Ümumiyyətlə beynimiz bizə özü qərar verirmi hadisələri unudaq, unutmayaq? Bəli, biz hamımız robotuq. İnsan o vaxt ağıllı olur ki, özünün robot olduğunu dərk edir. Aha. Biz hamımız robotuq. Ay nə bilim mənim iradə gücüm, mən istəsəm siqaret tərk edərəm, tərk edə bilməzsən. Sən robotsan. Bütün robotlar kimi sənin də işləmə prinsiplərin eynidir. Nə qədər depressiv səslənsə də. Bəli. Amma bizim nə yaxşı ki, bir 5-10% dəyişmək imkanımız var da, o robotu dəyişmək imkanımız var ki, xüsusilə günün əvvəlində. Biz bilirik ki, robot olduğu dərk edib, onun üçün vərdiş qurmaq elmi çox vacibdir. Beyin təbii ki, istədiyi məlumatları yadda saxlayır. Amma çoxunu unudur da, istədiyi məlumatı yadda saxlaya bilir, istədiyini də unudur. Amma bu o demək deyil, bizim o prosesə giriş imkanımız yoxdur. Aydındır? Deyək ki, beyin istədiyi məlumatları yadda saxlayır, istədiyini unudur. Mən indi gözümü yumursam, gözün qabağına yəqin ki, müğənni deyəndə Şakirə ilə James Lopez gələcək, bəllidir nəyə görə. Yəni bu təbii də, yəni bu bəllidir. Yəni sənin hansısa hüceyrələr və beyin hüceyrələri toxunub bu deyək. Amma mən istəsəm, indi at çəkimdən sonra aşağılarda çıxa bilər. Deyək ki, Arizondakı hansısa bir deyək ki, küçə müğənnisini də istəsəm yadda saxlatdıra bilərəm öz beynimdə. İndi beyin o təbii işləmə qanunları mən müdaxilə eləyib, onu aldada bilirəm mən. Ümumiyyətlə, həyatda ən vacib bacarıq beynimizi aldatmağı bacarmaq. Onsuz hamı aldadır sizin beynini. Amma bacarmaq lazımdır özümüz. Özüm aldadım da. Mən onsuz hamı siyasətçi aldadır, George Bush aldadır, Trump aldadır, nə bilim, İran prezidenti aldadır, sosial media aldadır, sonra reklam şirkətləri aldadır ki, nə bilim, filan yuyucu tozu. İndi bu yalan bir sözdür də, yəqin ki. Sonra burger göstərir ki, bunu yeyəndən nə olur? Abi beyin zibil olur. Nə bilim, pizza şirkətləri aldadır. Hamı aldadır. Amma özüm aldadığımda deyirəm, yox, bu real deyil. Bəs hansısa bir hadisəni unutmaqdan. İndi bu yadda saxlamağı bildim. Unutmağa da müdaxilə etmək olar, bəli, olar. Bu biraz məncə çətindir. Bu çətin deməyim, mürəkkəb deyir. Çətin sözü biraz indiki dövrdə yaxşı ifadəyə, yəni bu cür fürsətlərin içində. Sadə olar, bir də mürəkkəb olar. Ona görə sizə çətin görsənə bilər ki, mürəkkəb ki,
siz onu bilmirsiniz də belə deyək, ona görə. Aydındır. Var, unutmağın da yolları var. Əvvəla birinci unutmaq yolu zamandır. Zaman keçdi, onu yaddan çıxır. Amma bəzi hadisələr var ki, o bizdə emosional knopkalarımıza toxunub, nöqtələrə. O nöqtə getcə dərinləşir. O mahnı hər dəfə yadına düşür. Əllər həm bomboş, o şey yadına düşdü ki, nə var. Misal üçün, sən o əllərin bomboş mahnısının mənasını dəyişib, hansısa, nə bilim, Barcelonadakı festivalla əlaqələndirə bilsən, onun verdiyi emosional xatırlatıma da itə bilər. Bunu hansı elmlər eləyir? NLP elmi, neurolingvistik proqramlaşdırma. Siz neurolingvistik proqramlaşdırma elminə, məsələn, hipnoz elmi. Mənim ən birinci sahəm hipnoz oldu. Dünyanın ən məşhur hipnotist olmuşam, heç kim bilmir. Adamı şərtə qoymuşam o vaxt. Yalan adı qoymuşdum o vaxt. Laf deyim, Orik İbad olub adım o vaxt. Hipnozda sən trans vəziyyətinə girəndən sonra şuuraltıya girə bilirsən. Orada dəyişə bilərsən istənilən şey. Onun təklif ediblər, qorxmuşam. Onun terapiyası var, past regression terapi deyirlər də. Yəni Türkiyədə mən olmuşam şeydə, amma qorxmuşam ki. Yaxşı olar ki, dilini tam əmin olduğunuz bir ta ki Azərbaycan dilində bizdə sadəcə o sahələr mən indi görürəm gəlib. Yəni bəli, o prosesi gördünüz, müdaxilə edir. Müdaxilə edəndə də siz beynin qanunlarını nəzərə alıb müdaxilə edirsiniz. Yəni biz beynimizin qanunlarından müdaxilə edeyim. Yarışlarda necə edirik biz? Deyək ki, mən görürəm ki, oradan balkona kimsə tullandı. Balkondan həyatda kimsə tullansa, ölsə yadımdan çıxmaz da. Mən də məcburam öldürürüm, kiməsə yaxınlaşım, 8 ilə vurum zəyirəm ki, o rəqəmlər yadımda qalsın. Görürsünüz, beynin təbii işləmə prinsiplərinə müdaxilə edib onu aldadıram, istədiyimə çatdıram. Amma belə də ki, indi nə yadda saxlayır, nə yaddan çıxardır. Bəli, özü qərar verir. Amma bizim də prosesə giriş imkanımız var. Bu da çox gözəl xəbərdir. Həqiqətən, amma bəzi yaşadığımız hadisələr var ki, onu yaddan çıxartmaq beyndən. Yəni mən bunu çalışmışam Türkiyədə də dediyiniz NLP proqramı və mənə hipnoz və mən qorxmuşdum nədənsə. Mən Barcelonada Elon Musk'ın şirkəti var, Neuralink, yəqin ki, eşidirsiniz. Onun İspaniya filialının rəhbəri var idi, Viktor. Gördüm ofisə gəlib, dedim ki, sizi kim gözləyirsiniz? Deyir səni. Dedim mən nə edirsən? Deyir ki, bəs istəyirik o çip söhbətlərində bir test eləmək var ki, sən yaddaşını götürək, ikimizə beynində qoymaq. Dedim mən heç bir yaddaşım zadım yoxdur da. Burası texnika. Mən dedi yox da sənə gəl. Biz onunla söhbət edəndə o mənə bir istoriya danışdı. Dedim mən bir İraqda bir əsgərlə işləmişəm. Dedi o əsgər dayanıb belə əsəbi vaxtında bir İraqlı uşaq gəlib yanına ki, bununla oynamağa götürüb bütün avtomatı boşaldıb uşağın üstünə. Yəni uşaq yoxdur da, sıfırlanır. O deyir, o indi onun əsəbindən deyir, yəni ölümə çatıb da o. Mən deməyəcəm onu necə müalicə eləyir, bəlkə düzgün deyil onu demək. Amma orada da bir nəsə vardı, hansısa nöqtəyə toxunmaq. Yəni o nöqtəyə toxuna bilsən, müəyyən qədər onu düzəltmək olar. Bu yaxada hər ikinci gün öz üzvlərimə, Azərbaycanda bir 20 minə yaxın üzvüm var. Onlara bir həyatla bağlı nəsə bildiyim nəyi söylədirəm. Onlara mən bir söz demişdim. Bir çox insanın xoşuna gəlmədi ki, sən romantikanı öldürdün. Leyli Məcnuna nəyə görə dəli olurdu Məcnun Leyliyə? Çünki Məcnun gözünə Leyli onun həyatının mənası olan, ömrün sonuna kimi gedəcək, amma alınmayacaq gözəl bir xanım kimi baxırdı. Amma Məcnun bir pillə yuxarı qalxıb Leyliyə üstündə, sümüyün üstündə əti, piyi olan, hüceyrlərdən ibarət bir fiziki varlıq kimi baxsaydı, özü yuxarı qalxıb universal zəka olsaydı və öləndən sonra sadəcə ruha çevriləcəyini düşünə bilsəydi, o səviyyəyə düşsəydi. Onun gözündə onun səviyyəsi düşəcəkdi də. Yadından çıxma ehtimalı da artacaqdı. Belə baxsınız, bəli, müdaxilə eləmək olar. Müdaxilə. Bəs Orxan bəy, dedik müdaxilə eləmək, biz yaddaşımızı güclü saxlamaq üçün daim yaddaşımız aktiv olsun deyə əlavə təqviyələr, məsələn, omega 3 belə bir qida qəbul etməyimiz nə dərəcədə düzgündür? Yəni indi gedirik həkimə, omega 3 içməlisən, balıq yağı, yeni körpə uşaqlara 5-6 yaşdan verirlər ki, yaddaşın gücü olmağına görə. Siz qəbul edirsiniz? Yəni necə baxırsınız ümumiyyətlə? O belə yeri dağıdan xüsusi qida rejimim yoxdur. Amma yarış qabağı diqqətli olmalısan. Çünki yarışda sənin kimlənsə müqayisən artıq ilk 5-likdə müqayisə artıq belə-belə gedir. Orada sən bir brokoli yeməyin belə yəqin ki fərq yarada bilər ya da bir stressdən uzaq olmalı. Amma gündəlik səviyyədə baxır sənin hədəfin nədir yaddaşla bağlı. Əgər sən sadəcə böyle işdən evə gəlirsən, tıxazın içində başı tıxazından sonra evə gəldin, ayda deyirsən ki, açarı istəmədim, hara qoyum. İndi onu biraz özünə düzəltmək üçün biraz beynində yer yaratmaq lazımsa, həkim səni deyəcək, yəni get təbiətə.
Dənizin qırağına, bir dənə də balıq yağı. Bu oldu müdafiə mexanizmidir. Bu da həyat deyil də, elə həyat yaşamaq ki. Daim balıq yağı, omega yağı qəbul. Yox, eləsinə, amma bu müdafiədən çıxmaq üçün bir texnikadır. Amma yəni mən çox da istifadə eləmirəm. Arabir DHB 500 DH500 yeganə mənim yəqin ki istifadə etdiyim olub əsasən. O da onun içində balıq yağı var. Amma o da soyuq okeanların balıqlarından olmalıdır. Yoxsa bizdəki apteklərdəki inanmayın elə balıqdır. Bəli, istifadə edə bilərsiniz, amma mənim həyatımda demək olar ki, rolu 1%-dən aşağıdır. Daim yəni siz istifadə etmirsiniz öz həyatınızda. İndi mən kitabı oxudum. Balıq yağı mənə orada necə yadda saxlatdıracağam. Amma oturub deyək ki, üzr istəyirəm də konyak içərəm, geriyə düşərəm bir 10%. Mən texnikadan istifadə edirəm. O istəyir brokoli yeməsin, var kişmiş yesin də. Aydındır. Yəni hədəfdən sonra texnika daha düzgün yanaşmadır. Bu təbii ki, qida fundamentini hamı bilir də nə yemək lazımdır. Tərəvəz bol yemək lazımdır, ət az yemək lazımdır. Onlara riayət eləsəz, ki mən riayət edirəm bazarda. Sonra artıq çəkilərin nə qədər az olsa yaxşıdır. Bunlar təbii ki, çox superdir. Siz elə ölkədə yaşayırsınız ki, balığın ən gözəl, yəni Barselonada balıq daha çox dəniz məhsullarıdır. Onlar da beyinə, mən düşüncəm budur ki, beyinə daha çox qida verilən, daha sağlam qidalardır. Valla biz orada 12 Azərbaycanlı bir-birini tapdı. O sağlam qida yaddan çıxır da. Biz orada yəni Bakıdan dolma kimsə gətirməlidir. Biz onu gözləyirdik. Elə də deyil. Mən burada da yəni o sağlam həyat tərzimi yaşayıram yəni ki. Amma ki həzdən də qalmaq, o həmişə mübahisəli məsələdir. Adam var deyir ki, Orxancan, bəs o gün xingəl yerdim, o gün yəni bir il qabaq. Kimisi oturub orada, dedim, nə bilim, bir nəfər də oturdu, padvalda yedik ki, heç tanımasın da göyə. Xingəldir də yer. Görüm səhər Instagramda yazır ki, bəs o gün xingəli belə yerdin, zamata deyirsən. Dedim, qardaş, o xingəli yeməsən, sənin stresin verəcəyi problem daha çox ola bilər bəzən. Amma belə xüsusi yox, ona fikir verməyim yoxdur. Bazarda çox tərəvəz yeməliyəm. Bazarda çalışıram ki, ətin üstündə tərəvəz həmişə olsun. Əslində sağlam qidadır. Amma elə maddələrin mənim həyatımda rolu yoxdur. Elə maddələr varmı ki, beyni qeyri-adi səviyyəyə gətirsin, yaradıcılıq baxımından, yaddaş demirəm. Var. O vaxtda kinolarda görmüsünüz, o vaxtda eşitmişsiniz də. Mən istifadə edirəm, yox demək olar ki. Demək olar ki, yox. Amma ki, məsləhət görürəm, xeyr, görmürəm. Çünki elə yerlərə siz apara bilər ki, qaydan mən söz sonra. Biz sizə təşəkkür edirik. Çox maraqlı həqiqətən podkast oldu. İnanıram ki, bizi izləyən auditoriyaya da maraqlı olacaq. Mən sonda istəyərdim ki, bizim auditoriya bir dəqiqəlik yaddaşla bağlı hansısa kiçik bir nəsə öyrədə bilərsiniz. Mən sizə minnətdaram dəvətə görə. Çox belə relaks mühitdə istədiyim kimi danışdım. Elə bil ki, evdəyəm, elə rahat danışdım. Çox sağ olun. Təşəkkür edirik. Mən sizə bir 20 saniyəyə deyim ki, bir şeyi necə yadda saxlayıram. Sonradan da bir dənə sizə yadda saxlatdırım hətta burada, onunla da bitirək. Çox gözəl olar. 3 mərhələ kimi baxa bilərsiniz. Bir məlumatı kodlaşdırmaq lazımdır. Deyək ki, alma koddur. Şəkilə çevirmək lazımdır. Almanın kodu var. Amma 901 rəqəminin kodu yoxdur. Birinci kodlaşdırma, mənim 901 büstdür, qızıl bir büstdür. Kodlaşdırmışam, necə onu da izah eləmişəm. İkincisi, bir şey yadda saxlamaq istəyirsə, nəyəsə əlaqələndirin. Alma ilə büstü mən əlaqələndirmək üçün bu alma ilə büstü vurub qırmalıyam, ayağıma dəyməlidir o. Hiss edeyim. Əlaqələndirdim. Görürsünüz, amma alma ilə büst ayrı-ayrı. Ayrı-ayrı. Üçüncüsü yaxşı olar onu hardasa görəsən. Məsələn, düşünək ki, alma ilə büstü biz burada qırdıq. Alma büst pişik. Alma büst pişiyin üstünə yığılıb, pişiyin qanı səfərdə belə dəydi mənə özünə. Görürsünüz, inandınız da. Yaddan çıxmaz o. Yaddaş belə işləyir. Kodlaşdırma, əlaqələndirmə və onu hardasa əlaqələndirməyin daha yaxşıdır ki, yadından çıxanda bura qayıdasan da, xəyala qayıtmasın. İndi gələn bunu belə eləyək. Təsəvvür ki, bir 10-12 sözü sırayla yadda saxlamaq lazımdır. Belə mən sizə göstərim, sizin yadda saxlaya bilərsiniz, sonra təkrarlamaq lazımdır. Birinci söz olsun xalça. Siz təsəvvür edin ki, evinizin bir uzundasınız, bir dənə Ələddinin xalçası gəldi. Onu görün. Gördünüz, gəldi, su baxdınız, amma təəccüblənmə belə, o sən kimdin? İkinci söz olsun. Oradan. Gəldi, gördünüz. Yəni görməyimiz olmasa inanacaq beyin. Yəni yalan da olsa inanır da. Yalan hesabına biz yarışlara yetiririk. İkinci olsun kağız. Görün ki, Ələddinin xalçasını yerə vurdun, oldu kağız, çuğuza, təəccüblənirsən. O kağızları, üçüncü söz olsun şüşə. Kağızları belə ayağınıza eləyəndə görün ki, ayağınız qanadı, şüşə batdı. Uf, mən indi o şüşəni gəzin. Mən gəzirəm indi şüşə ilə. Aha, ayaqlarım qanadı. Gəzdiniz, qanadı. İndi gedin özünüzü, dördüncü söz olsun yataq. Gedin özünüzü tullayın yatağa, canınız qutarsın da. Ləsəl sizdən uzaq, bu dördüncü söz yataq, qanınca uzanmışsınız, gördünüz kimsə sizə belə çiyninizdən vurur. Baxın ki, 2-3 metrlik bir çəyirtkədir.
Sizə nəsə eləmək istəyir də. Ta ki, gəlib yatağa getməz olsa da. Dik yatır. Səhərçi siz qaçın. Aha. Qaçanda görün ki, arxadan sizə bir nizə batdı. Hiss edin. Benim orada. Altın söz olsun nizə. Ama nizəni gedin kuxnaya, balkona, qaçmaq istəyirsiniz evdən. Görün Şakir oradadır. Şakirə nizəyə batırın. Bütün cazibəsi yetsin orada. Şakirə götürdü sonra sizə bir də 8-ci söz olsun məktub. Sözləri indi özümdən qoşuram. Şakirə götürdü sizə məktub verdi, yekə bir məktub. Dedi, burada mənim sirlərim var deyək. Məktubdan balkondan tullayın özünüzü, məktubu açın. İçində görün ki, çıxıb Ava Story, 9-cu söz olsun Ava Story podkastıdır. Görün ki, özünüz çıxmışsınız orada, sizin kopyalasınız, sizi klonlayıblar. Amma düşünün bax aşağı. Orada 10-cu sözündən sonra olsun deyək ki, hovuz. Siz öz tayınızı götürün, tullayın klonunuzu, hovuzda boğun. Boğdu, öldü, özünüzü gördünüz orada, İraq olsun, ləsvəsizdən sonra. Ama çıxanda gördün ki, sizin yerinizə Trump çıxdı oradan. Hovuzdan. 12-ci söz olsun ki, iynə. Trump götürsün iynə ilə, deyək ki, 13-cü söz olsun Putin. İynə ilə Putinin belini qanatsın. Görün, burada biz nə edirik? Əvvəla siz hansı evinizin harasınasa apardım da. Birinci söz oldu xalça. Sonra görürsünüz oradan kağıza. Kağız oldu, şüşə oldu. Şüşədən sonra siz yatağa, çərtiqə, sonra nizə vurdu. Nizəni siz kimə vurdunuz? Şakiraya. Şakirə sizə nə elədi? Məktub verdi. Məktubun içində nə var idi? Ava Story. Siz idi. Sonra Yuxarı aşağı düşürdü. Onun söz hovuz oldu. Hovuzda Kim mənim çıxdı sizin yerinizə? öz ruhum, yəni ruhum deyəndə seçil Trump çıxdı. Trump çıxdı. İynə Putinə. siz indi 13 sözü siz sıranı yadda saxlaya bildiniz. Biz bunu 100-ə də uzatsaq yadda saxlayarsınız. Gözüm özüdədir ya. Həqiqətən çox möcüzə. Yəni bunu istifadə edib sadəcə sadə qanunlara riayət etmək lazımdır ki, bizim yadımızdan çıxıb sadəcə. Çox sağ olun. Bugün bizim çox maraqlı həqiqətən çəkilişimiz oldu. Təşəkkür edirəm. Bizi izləməyi unutmayın. Minnətdaram.